Rus milləti tükənir, yox olur. Sizdə danışmışdıq 82-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatı haqqında. Bəli. Ki orada bir narahatlıq vardı ki Rus milləti SSR-də milli azlığa çevrilir. Kreml'də narahat idilər. Bugün də Rus milləti Rusiya Federasiyasında milli azlığa çevrilir. Səbəb nədir bilirsiniz? Birincisi, qadınların sayı kişilərdən xeyli artıqdır. Hardasa 65% Rus millətinin qadındır. 35% kişi. Balans pozulub. Əməli baş. Bu bir. İkincisi, Rus kişilərinin nəsil artırma problemi var. Bu indi deyil. Həmişə olub. Rus kişilərində o problem var. Ona görə də Sovet dövründə, elə indinin özündə də Rus qadınları, gənc qızları biz Azərbaycanlıları görəndə, Orta Asiya türklərini görəndə 450 yapışırdılar ki, bunlarla ailə quraq, bunlarla ailə olaq. Çünki bizim ailə canlı olmağımızı yaxşı bilirlər. Rus kişilərində ailə dərdi yoxdur. Yəni yoxdur. Ondan savayı, bayaq dedim, rəzalət var Rusiyada. Nə yaşanır? Dəhşətli bir şeydir. Hansı dövlət, hansı millət bunu özünə rəva bilər? Deməli, ayrı-ayrı vilayətlərdə rəsmi xəbərdir. Ha, bu mən havadan demirəm. Dövlətin yaydığı xəbərdir. Ayrı-ayrı vilayətlərdə elanlar veriblər. Orta məktəb şagirdi olan qız uşaqları hamilə qalarsa, dövlət onlara 100.000 rubl pul verəcək. Necə? Orta məktəb şagirdi olan qız hamilə qalarsa, dövlət 100.000 rubl pul verəcək. Təşviq eləyir bunu. Hə, təşviqdir də, başqa adı nədir bunu? Məqsəd nədir? Deyir ki, kömək eləyəcəyik ona. Bu əslində təşviqdir. Kömək deyil bu. Yəni, orta məktəb şagirdi niyə hamilə qalmalı ki? Orta məktəb şagirdi artıq ailə quracaq yaşda deyil axı. Deyil. Amma dövlət deyil Bu ki. nə əxlaqsızlıqdır? Bax, görürsünüzmü? Bu rəzalətdir. Rusiya bu günə qalıb bu saat. Yəni, təşviq edirlər ki, hətta orta məktəb... Söhbət Rus millətindən gedir. Bəli, bəli. Yəni, Onlar millət ayırmayıblar. Söhbət gedir. Millət ayırmayıblar. Sadəcə bunu belə deyirlər. Amma hamı bilir ki, misal üçün, Tatar qızı orta məktəbdə hamilə qalmaz. Çeçen qızı hamilə qalmaz. Rusların sayını artırmaq məqsədi daşıyır güya. Bəli, bəli, bəli. Görürsünüz, rəzalətdir. Dövlət, yəni bunu ayrı-ayrı vilayətlər rəsmi xəbər kimi yayıblar ki, orta məktəb şagirdi olan qız hamilə qalacağı təqdirdə ona 100.000 rubl, hətta bəzi vilayətlərdə daha artıq pul veriləcək. Bu təşviqdir. Və özü də bunu elan edən vilayətlər əksərən bilirsiniz haradır? Əhalisinin böyük əksəriyyəti, hətta 90% Rus olanlar. Ruslar olanlar. Yəni təşviq, bax rəzalət, bu gündədir Rusiya. Bu qədər dibə inib.